Astarada toydan sonra ölən 17 yaşlı hamilə gəlin Əfsanə İmanovanın atası danışıb. Moderator.az bizim .mediaya istinadən məlumat verir ki, Əfsanənin atası Maksud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini bildirib. Qızımla oğlan 8-9 aydı ki nişanlıydılar. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki 7 aylıq imiş. Ona qədər heç nə hiss etməmişdik. Qızınızı niyə erkən yaşda nişanlamısınız? Sualına cavab olaraq isə ata bildirib ki, 18 yaşına 3 ay qalmışdı. Əfsanənin qaynatası Agil Cevziyev isə qudasından fərqli olaraq baş verən hadisə ilə bağlı üzüntüsünü dilə gətirib. Çox pis hadisə oldu, başımızı itirmişik. Oğlumun 22 yaşı var, 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə öncə bildik, ancaq 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı, xəcalət çəkməyə deyə toy etməyə qərar verdik. Cevziyevin sözlərinə görə Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, ancaq ciddi səhhət problemi müşahidə olunmayıb. Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırdım və xəstəxanaya apardım. O, həmçinin mediada yayılan cütlüyün Bakıda istixanalarda işləməsi barədə məlumatların həqiqətə uyğun olmadığını da vurğulayıb. Onlar heç vaxt kənddən kənara çıxmayıblar. Hər ikisi burada yaşayırdılar. Hadisə ilə bağlı Astara rayon prokurorluğunda araşdırma davam edir.